Salam olsun dəyərli xalqıma, vətəni sevən hər bir kəsə, şəhidinə dəyər verən hər bir kəsə, bayrağını sevən insanlara. Mən şəhid Əli Yusufovun atası Sülhəddin Yusufov Naxçıvan şəhərinin Şərur rayonunun Oğuz kəndində yaşayıram hal-hazırda. Mənim müraciətim cənab prezident Ali Baş Komandan İlham Əliyev cənablarınadır. Hər zaman cənab prezidentin dediyi kimi məmurundan tutmuş sıravi vətəndaşına qədər hər biri şəhidə borcludur. Şəhid ailəsinin yanında olmaq, şəhid ailələrinə təsəlli vermək hər bir Azərbaycan xalqının, vətəndaşının borcudur. Amma bugünkü gündə görürəm, problemlərimiz olur. Problemlərimizi cənab prezidentə çatdırmaq üçün məcbur qalıb belə sosial şəbəkələrdən istifadə etmək məcburiyyətində qaldıq. Cənab prezident, Ali Baş Komandan, dəyərli insan, mən bir şəhid atası kimi sizlərə müraciətim budur ki, 2019-cu ildə şəhid anası mənim yoldaşım Yusufova Bətürə Əskər qızı az bir miqdarda Kapital Bankdan kredit əldə eləmişdi, götürmüşdü və onu ödəyirdik. Aya bölmüşdülər, nə bölmüşdülərsə onu da ödəyirdik. Lakin 2020-ci ildə 27 sentyabr vətən müharibəsi başladı və mənim oğlum zabit idi. Beyləqan en saylı hərbi hissədə qulluq edirdi. Və mənim bir oğlum var idi, cənab prezident. O da vətən üçün şəhid oldu. Deyək ki, bayrağımız sağ olsun. Allah şəhidlərimizə rəhmət eləsin, şəhid ailərinə səbir versin. 2020-ci ildə vətən müharibəsinə qatıldı və oktyabr ayının 3-ü 4-ünə keçən gecə şəhid oldu. Lakin şəhid olandan sonra onun nəşi 8 aya yaxın tapılmadı. Və biz ata-ana ağır bir vəziyyətdə qaldıq və oğul həsrəti ilə, oğul axtarışı ilə Füzuli rayonuna gedəsi oldum. Və orada çox axtarışdan sonra mənim oğlumun nəşi Füzuli rayonundan kənd oracıdan tapıldı və Şərur rayon Şəhidlər Xiyabanında dəfn olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amma 2020-ci ildən sonra 2021 və ya 2022 sizin verdiyiniz sərəncam ilə şəhid ailələrinin krediti bağlanılsın və şəhid ailələrinin krediti bağlanıldı Kapital Bankda. Və mənim yoldaşım Yusufova Bətürə Əskər qızının da krediti bağlanıldı, az bir miqdarda krediti var idi. Bağlanıldı. Lakin bağlanmasına baxmayaraq, cənab prezident, onun adı hələ də qara siyahıdadır. Yəni, bu qara siyahıda hansı bir banka bugünkü gündə müraciət edirsə, onun şəhid anasının üzünə qapılar bağlıdır. Yəni, ona kredit mümkün deyil ki, bir də ona kredit verirlər. Çünki onun kreditini dövlət tərəfindən silinmişdi, bağlanmışdı. Lakin burada bir sual var ki, nəyə görə dövlət kredit vermir? Cənab prezident, Kapital Mərkəzi Bank
Bizim 2 ay cəmi krediti gecikdirimizə görə. O gecikmənin də səbəbi mənim oğlumun itkin düşməsi ilə səbəbi budur. Və onun axtarışında olduq. Biz oğul axtarışında olurlar, nə çətinliklə, nə müsibətlərlə oğul axtarırıq. Mərkəzi Bank şəhid anasının qara siyahıya salır və ona bir daha kredit verilməsinə qadağa qoyulur. Mənim dəyərli xalqım, baxın görün, şəhid ailələrine qoyulan hörmət, şəhid anasına qoyulan hörmət Mərkəzi Bank tərəfindən. Heç bir bankda bir daha şəhid anasına heç zaman kredit verə bilməz. Çünki onun adı qara siyahdadır. Mən Naxçıvan şəhərinin Mərkəzi Bankına Elçi müəllimə də müraciət etdim. Elçi müəllim də sorğu göndərdi, sağ olsun. Və dedi ki, mən də danışdım, heç bir nəticə vermədi. Cənab Prezident, mən sizdən xahişim budur. Bir şəhid atası kimi, mənim bir oğlum var idi, evimin tək oğlu idi, nişanlı idi. Toyunu da belə görmədiyimiz bir ata-ana. Bugünkü gündə evdə bir yoldaşımdır, bilmənəm. Ancaq bugünkü gündə Mərkəzi Bankın bizə belə bir hörməti qarşılığında mən sizə müraciət etməyi borc bildim. İnşallah ki, mənim bu səsimi Cənab Prezident və ya digər qurumlar eşidər. İnşallah ki, bu köməkliyi dəyər və o qara siyahıdan şəhid anasını, inşallah adını o qara siyahıdan çıxardarlar. Və ildən artıqdır, 2-ci ilə qədərdir ki, biz müraciət etsək də heç bir nəticə vermir. Və o qara siyahıdan onu çıxartmırlar və o qırmızını oradan götürmürlər. Allah sizdən razı olsun, Cənab Prezident. İnşallah ki, bu şəhid ailəsinin bu müraciətini inşallah ki, səsinə səs verdilər və sizin köməkliyinizlə Mərkəzi Bankın inşallah müdürü tərəfindən bu qara siyahıdan şəhid anasının adı çıxar. Allah sizdən razı olsun, sağ olun, var olun. Bir daha Allah sizlərin canına dəyməsin. Allah şəhidlərimizə rəhmət eləsin.